Direktor müavini idi. İndi isə Amerikaya yaşamağa gedir. Yeni klinikanın iqtisadi məsələlər üzrə direktor müavini Ravil Tağıyev öz xahişi ilə vəzifəsindən ayrılıb. Onun vəzifəsindən ayrılma səbəbi ABŞ-nin Green Card proqramının qalibi olması olub. Ravil Tağıyev Türkiyədə səhiyyə təşkilatlarının idarə edilməsi üzrə dövlət xətti ilə doktorantura təhsili alan ilk Azərbaycanlıdır. Azərbaycan Dövlət İqtisad Universiteti və Həkimləri Təkmilləşdirmə İnstitutunda müəllim kimi işləyib. Bakıda 10 ölkənin iştirakı ilə keçirilmiş 1-ci Türk dilli, 1-ci Xəzəryanı və 1-ci Beynəlxalq Səhiyyə Menecmenti Konqresinin təşkilat komitəsinin sədri olub. Son 5 ildə Azərbaycan üzrə təxminən 7400-dən çox şəxs Green Card lotereyasında seçim qazanıb. Bütün mərhələləri, müsahibə, tibbi yoxlama və sənədləşməni uğurla tamamlayaraq viza alan və Amerikaya köçən Azərbaycan vətəndaşlarının sayı son 5 ildə ümumilikdə 3500-4500 nəfərdir. Bəs siz Green Card olsaydınız, bütün vəzifələrinizdən imtina edib Amerikaya köçərdiniz.